بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا ومولانا حبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم المصطفى محمد اللهم صل على محمد الطيبين الطاهرين المعصومين المكرمين سيما الحجة بقية الله في الأرضين روح وأرواح العالمين لتراب مقدمه الفداء ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين أعوذ بالله من الشيطان الرجيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qavli. Mən ilk öncə bizi bu məclisə dəvət elədiyinə görə bu kəndin, məscidin, axundu, Şəhriyar qardaşımıza təşəkkür edirəm. Əslində bu bir xidmətdir, həm də bir şərəfdir ki, illərdir Əhl-i Beytə məhəbbəti ilə seçilən, fərqlənən bir kənd insanların, kənd cəmaatının huzurunda, Zavrat kəndinin Əhl-i Beyt sevərlərinin huzurunda bizə də qismət oldu. Bir neçə dəqiqəlik də olsa, özü də belə bir ağır günlərdə, məsuliyyətli məclislərdə xidmət eləmək. Allahdan arzu edirəm ki, Allah bu kənddən heç vaxt Əhl-i Beyt sevgisini əsirgəməsin. Əhl-i Beyt olan məhəbbət daim bu kənddə artsın və necə ki artmaqdadır da. Və xüsusən də bu günlər ki, təşkil eləmişsiniz, Məşəd Şəhriyar qardaşım başda olmaqla ki, 6-cı günləri İmam Zaman gecəsi kimi qeyd edirsiniz və bu məclislə təsadüf edib həmin gecəyə ki, İmamın adından bu gecə xanım Fatimə-i Zəhra sallallahu aleyhə şəhadət məclisi qurulur və hər həftədə davam edir bu İmam Zaman gecəsi. Bu gecələr Əhl-i Beytin tanıtdırılması üçün, İmam Zamanla bağlılığın artması üçün çox vacib əhəmiyyətli məclislərdir. Qədrini bilməyə çalışın. Belə məclislər çox azdır və az olduğuna rəğmən qədri bilinməlidir. Mən bir şeyin indidən sanki qiyamət günündə hesabını verəcəyimizi əminəm. İndi soruşacaqsınız, dəlilin nədir? Deyəcəm, dəlilim öz qəlbimdir. Mən başqa dəlil tapmıram buna, öz ürəyimi dəlil gətirirəm ki, bu məclislərin qədrini bilməyənlərdən mən elə gəlir Allah qiyamətdə soruşacaq ki, haradaydınız o məclislərdə? Niyə iştirak eləmirdiniz, vəzifə kimi bilmirdiniz özünüz o məclisləri? Çünki Əhl-i Beytin marifi qəribdir. Dünyada zamanlarında da qərib olublar, indi də qəribdirlər, adları da qəribdir, təbliğat məclisləri də qəribdir. Ona görə imkan verməməliyik Əhl-i Beytin marif məclisləri qərib olsun. Heç olmasa iştirakımızla o məclisləri qərib əhval-ruhiyyədən çıxartmalıyıq və xüsusən İmam Zamanla bağlı olan bu məclislər ki, hər şənbə günü qeyd olunur bu məsciddə, bu məclislərin qədrini bilməliyik. Və bu günlər Hicri qəməri tarixi ilə Cəmadül əvvəl ayının və Cəmadül Rəbbüs Sani ayının 2 rəvayət var da 75 gün Peyğəmbərdən sonra və 95 gün. Həmin o günlərdir ki, təsadüf edib bu günlərə. Bu günlərin önəmi, 20 gün əyyamiyyənin önəmi ondadır ki, Həzrət xanım Fatimə Zəhra günləri adlanır və onun vilayət xəttində olan ilk şəhid olması ilə əlaqəli mövzular gündəmə gətirilməlidir, danışılmalıdır. Mən bu gecə bir mövzuya işarə eləmək istəyirəm izninizlə. Bu gecə Peyğəmbər qızının məclisindəyik, İmamlar anasının məclisindəyik, Həzrəti Xədicə Kübra sallallahu aleyhanın övladının məclisindəyik və bunların hamısı ilə yanaşı öz anamızın məclisindəyik. Hamı o günün şahidi olacaq, Quran-ı Kərim də buyurur ki, insan arzu edəcək ki, kaş hər şeyimi qurban verərdim, cəhənnəm əzabından xilas olardım qiyamətdə. Ananın balasından imtina edəcəyi gün
Biz orada xanım Fatıma Zəhranın şəfaətini görəndə başa düşəcəyik ki, əslində bizim həqiqi anamız var idi. Sadəcə pərdə arxasındaydı. Adını bilirdik, eşitmişdik və onun şəfaətini görəndə, onun ümmətə rəhmət nəzəri ilə nəzər saldığını görəndə biz xanım Zəhranın analığını hiss edəcəyik qiyamətdə və bu məclisdə də mən istəyərdim ki, bu məclisə gələn insanlar elə bunu hiss edib gəlsinlər ki, anamızın, bizə anamızdan da doğma olan bir ananın məclisindəyik və bu məclislərdə başsağlığı alan, məclislərə gələnləri də qarşılayan və yola salan da Zəmanə İmamının özüdür və mən bu məclisdə xanım Fatıma Salamullah Aleyhanın fəzilətinə toxunmayacağım. Amma qarşıdan onun mövlud günləri gələcək, o məclislərdə inşallah geniş şəkildə xanım Zəhranın fəzilətlərinə toxunulacaq və mən bu məclislərdə istəyirəm xanım Fatımənin öz xütbəsindən bir cümləni oxuyum və onun barəsində danışaq. Mədinə məscidində etdiyi xütbə. Kim oxuyubsa o xütbəni çox dəyərli xütbədir, lazımlı xütbədir, oxumağınız vacibdir. Həmin xütbədə belə bir cümlə var. Xanım Fatıma buyurur ki, şeytan öz yuvasından başını çıxardaraq sizi səslədi. Onun dəvətini qəbul etdiyinizi və onun yanında izzət axtardığınızı gördü. Şeytan çıxdı yuvasından, dəvət elədi bütün müsəlmanları və gördü ki, siz şeytanın yanında izzət axtardınız. Şeytanın dəvətini qəbul elədiniz. Xanım Fatıma Zəhra bu cümləsi ilə bizə öyrədir ki, şeytanın işi gəlib sənin qolundan tutub günaha sürmək deyil. Şeytanın işi sənin qolundan tutub Əhl-i Beytə xəyanət elətdirmək deyil. Onda belə bir potensial yoxdur. O qoldan tutub fiziki olaraq sənə təzyiq göstərə bilməz. Şeytan fiziki təzyiq göstərə bilməyən varlıqdır. Şeytanın işi başını öz yuvasından çıxardı. Bizi səsləməkdir, yalancı vədlər verməkdir. Onun işi var bura qədərdir. O sadəcə vəd verir, dəvət edir, çağırır. Dəvətin qəbul edəcəksən, gedəcəksən ya getməyəcəksən, bu sənin öz ixtiyarındadır. Şeytan hər şeyin onun yanında olduğunu vəd edərək çağırır. Necə aldadır? Deyir, bax, izzət mənim yanındadır. Xanım Fatıma nə buyurdu? Deyir, izzətin şeytan yanında axtardınız. İzzəti, şərəfi, hörməti. Və insanlığın buraxdığı ən böyük səhv, bəlkə də ən böyük səhvlərdən biri məhz bu oldu ki, həmişə insanlıq hörməti, izzəti, ümumiyyətcə nələrisə şeytanın yanında axtardı. Şeytan bilirsiniz kimə bənzəyir? Onu kimə bənzədə bilərik? O xəbərlərdə bəzən görürük, deyirlər, bir saxtakar tutulub, bir dələduz tutublar. Məsələn, həmin tutulan saxtakar cəmaatı aldadırmış ki, məsələn, filan qədər verir, səni filan işə düzəldəcəm. Filan qədər verir, filan işə düzəldəcəm. Cəmaatdan pulu alıb, qaçıb, indi tapıblar, tutublar onu. Sonra da pulları elə aradan çıxır. Bax, şeytan eyni ilə elə davranır, vəd verir ki, sənə yaxşı olacaq, vəd verir ki, hər şey əladır. Vəd verir ki, gözəl olacaq, məndədir hər şey, dur gələm. Dələduz kimidir? Birazdan şeytanın kim olduğu bilinəcək. Qiyamətdə lapaşqır olacaq. Amma Allah indidən xəbərdarlıq edir bizə Quran-ı Kərimində də. Xanım Fatıma da bəyan edir öz xütbəsində ki, diqqətli olun. O dəvət edəcək. Nə badə izzəti onun yanında axtararsınız. Nə badə onun sizə nəsə verə biləcəyinə inanasınız. Xanım Fatıma şeytan məsələsini elə belə söz xatimə demir cümlənin içində. Çünki bu məsələ olduqca mühüm məsələdir, vacib məsələdir. İnsanın Allahı yeganə güc və qüdrət sahibi, Allahı yeganə izzət sahibi bilməməsi, izzətin də, qüdrətin də, şərəfin də, hörmətin də, hər şeyin Allahdan olduğunu bilməməsi insana elə böyük səhvlər buraxmasına səbəb olacaq ki, nə günah axtarırsınız, axtarın, gəlin mən sizə sübut edeyim ki, o günahın tərkibində bu yatır. Mən Allahı izzət sahibi bilməmişəm. Ki günah eləyəm. Günah yəni mən günahdan nəsə tapmışam. Allah buyurur, axı bu yoxdur, bunun günah boşluqdur, köpüydür. Batil köpüyə bənzəyir. Amma insan günahdan nəsə olduğunu düşünərək günah eləyir. Günahdan nəsə əldə edə biləcəyini düşünərək günah eləyir. Ona görə də Allahdan qeyri qapılarda
izzət axtarmaq ümmət üçün faciədir. Xanım Fatimə Mədinəlilərə başa salmağa çalışırdı ki, öz xütbəsi ilə ki, Allah bir adama ki, Allah izzət verib, onun ardıycan gedin. Allahın izzət verdiyinin ardıycan gedin. Yəni Allahın izzət verdiyinə itaət eləməklə özünüzdə izzətli olacaqsınız. Müsəlmanlar o zaman hörmətli və izzətli olacaqlar ki, Allahın izzətləndirdiyi şəxsi tanısınlar və ona itaət eləməklə gecikməsinlər. Həmişə bu məsələdə problem yarandı. Yəni hörmətə ən layiq olana hörmət eləyin həmişə və itaət eləyin ki, özünüz də hörmətli olasınız. Özünüz də izzətli olasınız. Şeytan elə bir iş görür ki, hörmətli olan qalır kənarda, təklənir və qərib olur. Şeytanın işi bundan ibarət olur çox zaman. Elə vəziyyət yaradır ki, həqiqətən itaətə layiq olan insan qalsın kənarda. İkinci, üçüncü, dördüncü, beşinci dərəcəli olsun. Onun müqayisə eləsinlər kiminlənsə. Gör, dünya hər yerə gəlir, çatır ki, insan Əmir əl-Muminin Əli əleyhissalam kimi bir şəxsiyyəti müqayisə edir. Ona görə də diqqət edin, bu problemin çox zaman kökü buradadır. Bir cəmiyyətə həmişə baxmaq istəyirsə ki, cəmiyyətin səviyyəsini müəyyən eləmək üçün bir neçə cür düstur var. Ki, o düsturlara baxaraq cəmiyyətin səviyyəsi müəyyən oluna bilir. Bir düstur da budur ki, baxın görək o cəmiyyət kimə ən çox hörmət edir. Cəmiyyətdə hörmətli adam deyəndə kimi yadlarına salırlar, kim düşür onların yadına? Pullu adamlar, yoxsa mənəviyyətli insanlar? Kim daha çox diqqətdə saxlanılır? Şərəfli insanlar, yoxsa imkanlı insanlar? Burada söhbət ondan getmir, imkanlı insansa şərəfi yoxdur, nəuzubullah, əstağfurullah. Biz belə ifadə işlətmirik. Sadəcə sözüm ondadır ki, insanlar üçün daha dəyərli nədir? Daha önəmli nədir? İnsan da var, pul da olar, şərəfi də. İnsan da var ki, şərəfi olar, pul olmaz. Amma bu ikisinin arasında seçimdə qalanda insan daha çox önəmli nəyi bilir? Mənəviyyatı, yoxsa maddiyatı. Yəni, nə çox daha çox diqqətdə saxlanılır. Bir cəmiyyəti yaxşıya doğru dəyişmək istəyirsə, mütləq bu prinsip nəzərə alınmalıdır ki, cəmiyyət öz olaraq, özünə dəyər verən insanlar həmişə ən layiq olanı tapmağa çalışırlar. Ən dəyərli olanı, ən qiymətli olanı. Peyğəmbərdən sonra ümmətdə bu problem yarandı. Bu problem köklü bir problem idi. Uca Allah Münafiqun surəsi 8-ci ayədə buyurur ki, وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ Buyurur, izzət Allaha, onun rəsuluna və möminlərə məxsusdur. Davamında buyurur ki, وَلَكِنَّ الْمُنَافِقِينَ لَا يَعْلَمُونَ Lakin münafiqlər bunu bilməzlər. Diqqət edin, Allah münafiqi necə tanıtdırdı? Münafiqi tanıtdırır ki, o adamlar ki, düşünür ki, Allaha itaat eləməklə, dininə itaat eləməklə, Peyğəmbərə itaat eləməklə zəif olacaqlar, nəsə itirəcəklər, geri düşəcəklər. Allah onları münafiq adlandırır. Yəni, dinə riayət eləməklə, daha doğrusu Allahın, Peyğəmbərin və möminlərdən qeyrilərinin yanında izzət axtaran insanlara Allah münafiq deyir ki, münafiq Allahın izzətli olduğuna inana bilməyən adamdır. Münafiq Peyğəmbərin və Peyğəmbərin səmimi ardıcıllarının yanında izzət axtarmayan adamdır. Münafiq yəni Allahdan qeyrilərində, Peyğəmbər və Əhl-i-Beytin qapısından qeyrilərində izzət axtaran insandır. İslamın ruhu budur ki, İslamın ruhu, canı, özəyi, möhtəvası budur ki, insan ancaq haqqa edilsin, həqiqətə edilsin və hörməti də, izzəti də düzgün adam olmaqda görsün, haqqa bağlılıqda görsün. Başqa şeylər çıxartmasın ortalığa, həqiqətdən üstün insan üçün heç nə olmasın. Ziyanına da olsa həqiqəti bilsin, həqiqət naminə yaşasın, ədalət naminə yaşasın, insanlıq naminə yaşasın, Allah naminə yaşasın, Əhl-i-Beyt naminə yaşasın. Yəni, ən üst dəyərlərin naminə yaşasın. Bir insan ki, düşünür ki, mən əyri olsam, nəsə qazana biləcəm, o təhlükəli adamlardır. Təhlükəli insanda adam əyri olmaqla nəsə qazanacağını düşünür. Və təhlükəlidir o insan ki, düşünür, mən düz olsam nəsə itirəcəm.
Qorxun o adamdan ki, düz olmağı nəsə itirmək hesab edir. Qorxur düz olmaqdan ki, başıma nəsə bəla gələr, itirərəm, nəyimsə əlimdən çıxar. Düz olmaqdan qorxan insan təhlükəlidir və xanım Fatimənin şəhid olmasına səbəb, məsələ, önəmli bir səbəblərdən biri də bu idi. Allah haqdan danışır və sonra bizə deyir ki, o haqqın nümunələri Peyğəmbər və möminlərdir. Görürüz, deyir, izzəti Allahın, onun Rəsulunun və möminlərin yanında. Möminlərin ən kamil nümunəsi kimdir? İmamlarımız. Möminlərin ən üstün nümunəsi imamətdir. Onlardan o tərəfəsini tapmayacaq, axtarsaq da tapmayacaq. Dünyanın altın üstünə çevirsək də tapmayacaq. Əlidən, İmam Həsəndən, İmam Hüseyndən, İmam Səccaddan, İmam Rızadan üstünün hara baxsaq tapmayacaq. Allah bizi maksimalistliyə öyrəşdirir. Maksimalizm bilirsiniz nədir? Ən üstün olanı götürə bilmək. Ən dəyərli olanı tapmaq. Dünya həyatı tez keçəcək də, heyifdir bu dünya həyatında yaxşı pis oyun oynadıq. Din gəlməyib bizə yaxşı ilə pis arasındakı fərqi izah eləsin. Bu dinin təyinatı deyil. Din ən önəmli dinin içində var bu. Yaxşını da izah edir, pisi də izah edir. Amma dinin önəmli təyinatı yaxşı ilə pis arasında fərqi göstərmək deyil. Din gəlir ən yaxşını göstərməyə, ən dəyərlini göstərməyə. İnsanlar çox olan deyəndə ki, məsələn, Əmir Əl-Mömin deyir, filan kəs də yaxşı adamdır. Deyirsən, məsələ yaxşı pisdə deyil, məsələ ən kamildədir. Məsələ kamil məsələsidir, yəni yaxşı pis məsələsi deyil. Biz əlini tərifləyəndə məqsədimiz bu deyil ki, deyək ki, Peyğəmbər sahabilərinin içində bir dənə yaxşı kişi var idi, o da Əl-İslam idi. Məqsəd bu deyil. Məqsəd odur ki, ən kamili o idi, ən dəyərlisi o idi, ən yaxşısı o idi, ən keyfiyyətlisi o idi. Və sübut etməyə də hazırıq və etmişik də illərdir. Bizdən əvvəl bizim alimlərimiz, ustadlarımız, hamısı necə lazımdır sübut ediblər ki, əslində Əli kimdir, Peyğəmbər üçün kimdir, Allah üçün kimdir, din üçün kimdir. Ona görə də Allah haqdan danışandan sonra deyir Peyğəmbər və möminlər, möminlərin də ən gözəl nümunəsi Əhl-i Beyt imamlarıdır. Ayədə deyir ki, nə qədər onlarla olacaqsınız, izzətli olacaqsınız. İzzət onların yanındadır. Və bu dünyada əyiliş görən, kiminsə haqqına girən, kiməsə zülm edib qabağa düşməyi düşünən insan, Allah Quran-ı Kərimdə onlar haqqında bir ayə nazil edib. Mən istəyirəm onu oxuyum. Furqan surəsi 27-28-ci ayədə buyurur: "Və yevmə ya'uddu-zalimu alə yədəyhi yəqulu." Buyurur, o gün zalim öz əllərini çiynəyəcək, əllərini dişləyəcək və deyəcək: "Yə leytəni ətəxəztu ma'ar-rasuli səbilən." Kaş ki, mən Peyğəmbərlə birgə yol tutaydım. Yə veylətə leytəni ləm ətəxizu fulanən xalilən. Vay olsun mənə, kaş mən filan kəs özümə dost tutmayaydım. O adamlar ki, dünyada Allahın və Peyğəmbərin yolundan üz döndərib, 5-10 günlük məsələ üçün, dünya üçün müxtəlif rənglərə boyanırlar. Və düşünürlər ki, izzətli insanlardılar, hörmət budur, izzət budur, hər şey bunlardan asılıdır. Allah qiyamətdən əvvəl, qiyamətdə deyəcəyimiz sözü Quran-ı Kərimdə bizə başa salır ki, kaş o adamlar əllərini çeynəyəcəklər, heyfslənəcəklər, yəni o qədər heyfslənəcəklər ki, kaş deyəcəklər ki, kaş Peyğəmbər deyənlə oturur buraydı. Kaş Peyğəmbərlə birgə yol tutaydım və filan kəsi özümə dost tutmayaydım. O filan kəs həmişə problem yaradır. O filan kəs, yəni kim məni Peyğəmbərin yolundan ayıran adam. O filan kəs, yəni kim məni Əlidən ayıran adam. O filan kəs, yəni kim məni Əhl-i Beytdən ayıran insan. Kimdirsə kimdir, fərq etməz. O kimdirsə ki, məni Əli kimi izzətli kişinin yolundan ayırır. O kimdirsə ki, məni Hüseyn kimi kişinin yolundan ayırır. Peyğəmbər kimi şəxsiyyətin yolundan ayırır, indidən deməliyik ki, səndən mənə dost olmaz. Sənin yanında izzət yoxdur, çağırma məni öz yanıma.
Mən elə bir kişiləri tapmışam, elə bir insanların yolunu tapmışam ki, izzət də onların yanındadır, hörmət də, şərəf də, agahllıq da, qüdrət də, hər şey onların yanındadır. Mən ən gözəllərini görmüşəm. İndi sən məni yalancı gözəlliklərlə aldada bilməzsən. Ona görə Əhl-i Beyti görən, Əhl-i Beyti tanıyan insanları şeytan aldada bilmir. Bunu demək istəyirdim. Çünki Əhl-i Beyti tanıyan insan ən gözəlini görür, şeytan gəlib ona daha gözəl nə görsə də bilər ki, onu azdırsın. Şeytan mənə əlini tanısam əgər, öz bacardığım qədər, əlini tanıya biləndən sonra şeytan əlidən daha yaxşı kimi göstərə bilər mənə ki, məni azdırsın. Ona görə şeytanı azmamaq üçün Əhl-i Beyti tanımaq ən vacib şərtdir, ən önəmli şərtdir. Ona görə də o filan kəslərdən uzaq olmaq lazımdır. O adamlar ki, həqiqətin yolundan bizi azdıracaqlar və dinin evini də həmişə insanları həqiqətdən din adı ilə çıxaranlar oldu. Bugün də din bazarı açanlar çoxalıb. Quran-ı Kərimi qarşısına qoyub, mən Quranı ən düzgün başa düşürəm, gəlin mən sizə Quranı başa salacam deyənlər çoxalıb. Quran bazarı açılıb, hələ bir yandan məqsəd sadəcə budur. Qur'anın praktiki nümunələrindən bizi ayrı salmaq. Özdə necə ayrı salmaq? Quran vasitəsilə. Quranı silah eləyərək Əlidən ayrı salmaq. Quranı silah eləyərək Əhl-i Beytdən ayrı salmaq. Çünki bu işlər metoddur da, cəmaat tez aldanır. Gəlsə desə ki, mən kafirəm, ay cəmaat. Mən alçaq adamam, mən münafiqəm, mən ateistəm, mən deistəm. Gəlin mən sizə dindən danışım, kim qulaq asar buna? Gəlir deyir ki, mən Qurandan danışan adamam, mən Quranla gedirəm. Mən Quran oxuyan adamam. Dayaz insanları aldada bilir də, dərhal hamı deyir ki, kişinin oğlu Qurandan danışır, nə danışır. Eyni ilə Muaviyə necə nizələri taxtı qaldırdı, Quranı cəmaatı azdırdısa, həmin metod bugün də davam edir. Quran məntiqini irəli sürərək, məqsəd sadəcə budur. Quranın praktiki nümunələri var, Əhl-i Beyt. Quranın praktiki yaşayan nümunələri, Quranın həqiqəti, Quranın insan şəklində yaşayan nümunələrindən bizi ayrı salsınlar. Çünki Quran öz praktiki nümunəsindən ayrılan kimi başlanır nə? Qur'anın materyalist yozumu, Qur'anın özünə uyğun, özünə sərf eləyən yozumu. Əhl-i Beyt buna maniyədir. Qur'anın öz ixtiyarından, öz nəfsinə uyğun yozumuna maniyədir. Ona görə də Peyğəmbərdən sonra onun yolunu hamıdan gözəl yaşayan kişidən ayırdılar ümməti. Bu idi faciə. Xanım Zəhranın şəhadəti buna üsyan idi. Peyğəmbərdən sonra Peyğəmbərin yolunu hamıdan yaxşı yaşayan, hamıdan kamil yaşayan bir kişinin yolundan ayırt edildi. Xanım Fatimə ona görə fəryad edirdi ki, Peyğəmbərdən sonra onu hamıdan yaxşı tanıyıb və ona hamıdan çox bənzəyən kişini tək qoydunuz. Biz qətiyyən iddia eləmirik ki, Peyğəmbərdən sonra onun yolunu yaşayan ancaq Əli idi. Qətiyyən belə bir iddia eləmirik. Biz sadəcə deyirik ki, Peyğəmbərdən sonra onun yolunu ən gözəl, qüsursuz yaşayan Əli idi. Biz bax bunun dərdini çəkirik, qüsursuz yaşayan Əli idi. Ona görə deyirik ki, gəlin qüsursuzun ardıycan gedək, kamilin ardıycan gedək, nöqsansız olanın ardıycan gedək. Onda da neynədilər? Onda da, üzr istəyirəm, Əli əleyhissalam üçün nöqsan uydurdular. Müxtəlif nöqsanlar yapışdırdılar adına. Muaviyə görəndə ki, bacarmır Əlinin fəziləti ilə hansı hədisləri yaratdı Əli əleyhissalamın ziddinə. Quranda münafiqlər haqqında gələn ayələri yazdılar İslamın ayağına. Bəzi pula satılanlar, hədis-şünaslar var idi o dövrdə, hədis raviləri, onlara pul verdi, neynədi? Əli əleyhissalamın ziddinə hədis yazdırdılar. Quran-ı Kərimdə ayə var ki, məst halda namaza yaxınlaşmayın. Onu şamil elədilər Əli əleyhissalama, görə məst halda namaza gəlir, nəuzubilllah. Allah bizi bağışlasın bu sözümüzə görə. Bu məsələni, bu ifadəni Əli əleyhissalamın ayağına niyə yazdılar? Çünki nöqsansızdır, nöqsanlı eləyək ki, öz səviyyəmizə düşsün. Öz günümüzə salaq, cəmaata deyək, baxın o da nöqsanlıdır. Baxın onda da qüsur var, baxın o da belə eləyib. O da bizim günümüzdədir ki, rahat ona qarşı itaətsizliyə bilsinlər. Axı cəmaat görsə, ona görə bir gün Ömər ibn Əbdüləziz, atası onun minbərdə danışırdı. Ömər ibn Əbdüləziz Əməvi xəlifəsi olub, onların içində biraz yaxşısı olub. İmam Baqiri
dövründə yaşayıb, İmam Səccad və İmam Baqilin müasiri olub. Oturub minbərin altında, atası da minbərdən danışır, xütbə eləyir. Xütbənin əvvəlində də Əl-İslam'a lənət göndərir, ortasında da, axırında da. Əl-İslam'a qarşı bəd ifadələr işlədir, lənətullah. Düşür minbərdən aşağı, Ömər ibn Əbdüləzin də bir yaxşı müəllimi olur. O, Ömər ibn Əbdüləzə həqiqətləri danışırmış. Yəni, Ömər ibn Əbdüləziz Əl-İslam'ı nisbətən tanıyırmış. Düşəndə minbərdən, o da cavan uşaqdır, atasına deyir ki, ata, niyə Əl-İslam'ı istəyirsən? Niyə əlini istəyir? O, neyini sənə? Niyə o cür kişini istəyirsən də sual verir. Axı, o pis adam deyil. Ata bilirsin nə deyir ona? Deyir ki, Ömər, mən səndən də yaxşı bilirəm, Əli kimdir? Səndən də yaxşı bilirəm, Əli hara, biz hara? Mən əla bilirəm Əlinin fəzilətlərini. Ömər çaşır qalır, deyir ki, ata bəs onda niyə pis deyirsən? Ömər ibn Əbdüləziz. Deyir, onda niyə pis deyirsən? Deyir ki, ay başdan xarab, bu cəmaat Əlini tanısa, bizi kimlərin dalıyca gedər? Pis deyirəm ki, qoy pis bilsinlər ki, bizim dalımızca geçsinlər. Birdən Əlini tanıya bilsələr, bizə tərəf heç baxmazlar axı. Qoy Əlini pis bilsinlər, bizim səviyyəmizdə aşağı adam bilsinlər ki, bizə rahat itaət eləsinlər. Ona görə məqsəd həmişə bu olub ki, Əhl-i Beyti gözdən salın ki, nöqsanlı nümunələri dəvə mindirə biləsiniz. Və İmam Həsən əleyhissalam ona xəyanət edən tərəfdarları var idi. Onların qarşısında çıxış elədi. Əl-İslamın şəhadətindən sonra küfədə olub bu söhbət. Dedi ki, tərəfdarlarına deyir, ona xəyanət edənlərə dedi, təəccüb edirəm o cəmaata ki, nə dinləri var, nə də həyaları. Davamında buyurur. Həya yəni özünə hörmətləri yoxdur. Nə demək istədi İmam Həsən bu ilə? İmam Həsənin ordusu bəziləri satdılar İmam Həsəni, keçdilər Muaviyyənin tərəfinə. Nəyin hesabına? Bir miqdar pulun hesabına. Hətta öz yaxın qohumu belə. Satdı İmam Həsəni. İmam Həsən ona xəyanət edənlərə belə bir söz dedi. Nə dinləri var, nə həyaları. Niyə həyaları yoxdur? Yəni özlərinə hörmətləri yoxdur. Çünki özünə hörmət edən kişi İmam Həsən kimi kişini qoyub Muaviyyə kimi alçağın yanına getməz. Yəni, məsələ özünə hörmət deyir. Mən özümə hörmət edirəmsə, mən İmam Həsən kimi kişidən ayrılmaram. Mümkün deyil axı. Muaviyyə kimi alçağın yanına mən niyə gedirəm, özümə hörmətim yoxdur deyə. Özümə hörmət eləmirəm deyə. Bax, məsələ özünə hörmətlə də əlaqəlidir. Yəni, Əli əleyhissalamın yolu biraz ağırdır. Özünə hörmət lazımdır. İzzət lazımdır, şərəf lazımdır. Ona görə də İmam sözünün sonunda buyurur ki, Muaviyyə məni öldürmək üçün sizə verdiyi vədlərin heç birini tutmayacaq. Əgər çarəsiz qalıb müsəlmanların əmirliyi Muaviyyəyə versəm, əmin olun ki, Muaviyyənin hökumətində xoş gün görməyəcəksiniz. Saysız zülmlərə məruz qalacaqsınız ki, elə də oldu. Elə də oldu, Əməvilər hakimiyyətə gələndən sonra Küfəlilərin başına gəlməyən zülm qalmadı. Halbuki vaxtında dəyərli insana dəyər verə bilsəydilər, o zülmlər yaşanmayacaqdı, o hadisələr yaşanmayacaqdı. Və yavaş-yavaş sözümün sonuna çatdırıram, amma sözümün sonunda bunu demək istəyirəm ki, biz nəhayətdə başa düşməliyik bütün müsəlman dünyası ki, Allahdan qeyri heç nə və heç kimimiz yoxdur. Əhl-i Beyt o ailə idi ki, Əhl-i Beyt xanım Fatimə, Əmir əl-Muminin o kişilər idi, o xanımlar idi, o kəslər idi ki, onlar bizə həyatı olaraq sübut elədilər ki, əgər Allahın yanında olsuz, Allaha arxalansız, izzətin, qüdrətin, şərəfin, ümumiyyətcə hər şeyin Allahda olduğunu bilsiniz, sizi öldürsələr də şərəfsizlikləndir. Sizi şəhid eləsələr də, məzlum eləsələr də, xanənişin olsaz da, hər cür təqibə məruz qalsaz da izzətli sözsüz və sübut elədilər və dedikləri doğru da çıxdı. 1400 ildə keçib üstündən bugün də hamı başa düşür rahat şəkildə ki, əslində kimdir həqiqətin yanında olan, kimdir ən dəyərli olan, adlarını batırmağa çalışanlar indi necə yad olunur, onlar necə yad olunur. Onlarla mübarizə aparanlar necə yad olunur, onlar necə yad olunur. Tarix özü sübut elədi ki, xanım Fatimə Zəhra, Əmir əl-Muminin həqiqətə bağlılıqları ilə əslində kimdirlər?
kimdilər və kaş müsəlmanlar da məhz onlar kimi Allahın qüdrətinə arxain ola biləydilər. Kaş müsəlmanlar da onlar kimi dilənçi kimi Allahdan qeyri qapılardan izzət axtarmazdılar. Allahdan qeyri qapıları könül mülklərinə bağlayardılar və Allah qapısını yeganə qapı biləydilər. Çünki Allah qapısı o qapıdır ki, o qapıya gedən yolu da bizə Əhl-i Beyt tanıtdırır və Əhl-i Beyt ilə çiyin-çiyinə verərək, onların izinə addım qoyaraq, onlar kimi yaşayaraq, onların hədislərini oxuyaraq, həyatlarını oxuyaraq, onlara bənzəməyə çalışaraq, onlar kimi Allaha bənd olardıq. Əhl-i Beyt Allah bəndəliyinin nümunəsi idi və bizə Allaha necə bənd olmağı göstərən insanlar idilər. Və izzətli insan nəyinsə və kiminsə heç vaxt əsiri olmur. İzzətli insanın bir xasiyyəti var, onunla oturub duran insan da izzətli olur, hörmətli olur. Əhl-i Beytlə oturub durmaq lazımdır, sözün əsl mənasında. Yəni, Əhl-i Beyt bizə 1400 il bundan əvvəl yaşayan tarixi şəxsiyyətlər kimi gəlməsin. Əhl-i Beyt bizim ailə üzvümüz kimi olsun bizim üçün. Əhl-i Beyt bizim üçün dostumuz kimi olsun. Əhl-i Beyt bizim üçün hal-hazırda yanımızda olan, varlıqlarını hiss elədiyimiz, varlıqlarından güc aldığımız, onlara bənzəməyə çalışdığımız, həm söhbət olduğumuz insanlar kimi olsun ki, bizə fayda verə bilsinlər. Ona görə də Əhl-i Beytin daim adı zikr olunan, yad olunan məclislərə qarşı diqqətimiz olmalıdır və Əhl-i Beyt qapısı o qapıdır ki, bizə şeytan qapısını bağlayır, Allahın qapısını açır. Sözün əvvəlinə qaydıran Xanım Zəhra xütbəsində dediyim o cümlə ilə bizə başa saldı ki, bizə öyrətdi ki, Əhl-i Beytdən uzaq düşsəz, şeytan sizi rahat aldadacaq, rahat azdıracaq. Amma bir təhlükəni də deyim sizə, heç də rahat olmayın ki, biz Əhl-i Beyt sevəni isə deməli hər şey yaxşıdır. Yox, bu da təhlükəlidir. Çünki şeytanın işi elə Əhl-i Beytçilərləndir, Əhl-i Beyt yolun gedənlərləndir. İmam Sadiqə sual verəndə ki, niyə şeytan ancaq bizi aldadır? Dediniz, görmüşsünüz, oğlun boş evə girsin. Oğlun işi dolu evə girməkdir. Siz də dolusunuz, qəlbiniz Əhl-i Beyt məhəbbəti ilə doludur deyə şeytan sizi ilə daha çox məşğuldur. Ona görə Əhl-i Beytin tərəfdarı olan insanlar, Əhl-i Beyti sevən, onlara itaat edən insanlar daha çox özündən müğayət olmalıdır. Heç vaxt özünüzə arxain olmayın. Heç vaxt Əhl-i Beyt sevgisinə arxalanıb qalmayın. Həmişə o sevgini artırmaq üçün çalışın və qane olmayın Əhl-i Beytə sevginizlə. Az hesab edin həmişə. Nə qədər sevirsinizsə az bilin. Onu çox bilməyin. Əhl-i Beyt sevgisini çox bilsəz əlinizdən çıxacaq. Nə qədər sevsəz belə dinaz sevirəm. Layiq olan qədər sevə bilmirəm, layiq olan qədər itaat edə bilmirəm. Hər əlinizə düşən fürsətdə Əhl-i Beyti tanımağa cəhd edin. Onların haqqında kitablar alın qoyun evə, özünüz oxumasanız da sizdən sonra gələnlər oxusun. Onların haqqında çəkilən filmləri izləyin, danışılan söhbətlərə qulaq asın. Çünki bilirsiniz, bu çətin dünyada onları tanımadan lap çətin olacaq. Bu çətin dünyada Əhl-i Beyti tanımasaq, sarsaq adamları gətirib bizə nümunə kimi təqdim edəcəklər. Bu çətin dünyada Əhl-i Beyti tanımasaq, sevməsək, onları nümunə bilməsək, səhv yerləri, səhv adamları nümunə biləcəyik. Ona görə varlığımızla bu işə bağlanaq, bütün varlığımızı həsr edək Əhl-i Beyti tanımağa. Onların qapısı Allahın qapısına açılan qapıdır. O qapıdan keçmək lazımdır ki, Allahın qapısını görək. Allah bizi Əhl-i Beytin vasitəsilə onu tanıyanlardan qərar versin inşallah. Allah bizi yalnız ona bəndəçilik eləyənlərdən, yalnız Allah yolunda çalışanlardan və Allah yolunda çalışan ən gözəl nümunələri Əhl-i Beyti özünə imam bilənlərdən həmişə qərar versin. Allah bizi Əhl-i Beytin vilayətindən ayrı salmasın. Bir daha bu məclisə görə, diqqətlə qulaq asdığınıza görə sizə, məclisin ağsaqqallarına, dəyərli insanlara, bura gələn cavanlara təşəkkürümü bildirirəm ki, sağ olun, buradasınız, sağ olun ki, Əhl-i Beyt qapısındasınız. Allah sizi, saqqalınızı bu qapıda qozasın inşallah. Şəhər qardaşımızda Allah salamət eləsin, özün ailəsin, bütün növ dünya bəlalarından amanda saxlasın. Əziyyəti böyüdür, Allah inşallah əziyyətin yerdə qoymasın. Bir-birimizin qəlbini bilərək, Əhl-i Beyti bizə tanıtdıran insanları sevərək, onların ətrafında sıx birləşərək Allaha doğru addımlayaq və inşallah ümid edirəm ki, uğurlu olarıq. Əssalamu aleykum və rəhmətullah və bərəkətuhu.